torpağın hər daşında, cığırında igid oğul və qızların xatirəsi var. Vətən anlayışı yalnız kənardan görünən deyil, vətən ana nəfəsidir. Vətən ata düvasıdır. Uşaqlıq xatirələri, məktəb yollarıdır. Şirin xatirələri yaşadığı yerdir vətən. O yerdir ki, dar gündə onu qorumaq üçün sinəsini sipər edən evladı var. Vətənə, bu torpağa sadiq evlatları yetişdiririk. Çalışırıq ki, bizim yetişdirdiyimiz uşaqlar, bizim yetişdirdiyimiz oğullar vətənini sevsinlər. Bugün fəxr edirəm. Bugün fəxr edirəm ki, azad bir dövlətin vətəndaşıyam. Bugün fəxr edirəm ki, 30 illik işğaldan azad olmuş bir ölkənin vətəndaşıyam. Vətənpərvərlik kitablarda oxunan söz deyil, gündəlik həyatda yaşanan hissdir. İnsan öz ömrünü torpağına, millətlər və dövlətinə həsr etdikdə, adı yaddaşlarda əbədi həkk olunur. Belə qəhrəman oğullardan biri də şəhid Anar Eyvazoğlu Cəfərovdur. Anar 1977-ci ilin dekabr ayının 19-da Ağcabədi rayonunda anadan olub. Ailənin 4-cü uşağıdır. Öz uşaqlığını elə bu həyətdə, bu məhəllədə, bu qohum-əqrabanın arasında keçirib. Ağcabədi şəhər 7 nömrə orta məktəbdə 1-ci sinifə gedib, daha sonra 3-cü sinifdən təhsilini davam edib, 12 nömrəli orta məktəbdə. Orta təhsilini tam şəkildə orada bitirib. Anar barədə xatirələr çoxdur. Danışmaq istəyərdim onun məktəb illərindən. Ta axırı o rəhmətə getdiyi döyüş bölgəsindəki vaxtıran qədər mən hamısı xatirə yadımdadır. Anar uşaq vaxtından çox vətənpərvər bir uşaq böyüyüb. Cəfərov Anar Eyvazoğlu, qəhrəman atamla fəxr edirəm. Bu təbii ki də hər bir uşağa, hər bir Azərbaycan evladının heç birinə qismət olmur. Həmin o az saylı insanların, Azərbaycan təbii ki də böyük bir ölkədir. Həm burada böyük ölkəsində nə qədər şəhidlər var, onların övladlarının içindən biri də mən sayılırım. Təbii ki də mən fəxr edirəm, təbii ki də bu hər bir uşağın qismət olası bir şey deyil. Məktəb illəri Anarın xarakterinin formalaşdığı illər idi. Həmin o sinif otaqları yalnız dərs səsi yox, həm də tariximizin keçmişi, bugünü, sabahı eşidilirdi. Burada tez-tez müharibə veteranları və qaziləri ilə görüşlər keçirilir. Anar da həmin görüşlərdə ön sıralarda oturur, müxtəlif maraqlı suallar verir. Qazilərin danışdığı hər bir döyüş xatirəsi onun qəlbində iz bırakırdı. Vətən, torpaq, mərdlik haqqında deyilən hər bir söz yalnız hekayə deyil, gələcəyin cəsur qəhrəmanını yetişdirirdi. Atam elə bil, bizim babamız da hərbiçi olubdu. Biz ümumiyyətcə ailəvi demək olar ki, baba, əmi, hamı hərbiyə yönəli elə bil insanlar. Belə bir, o əmin sözü var idi, qan məsəl üçün. Mənim də həddindən artıq hərbiyə marağım var. Atam da həmişə uşaqlıqdan özü kimi istəyirdi olum. Məsəl üçün, oyuncaqlar, uşaqların məsəl üçün kamazada olmur. Mənimki tapanca, silah, belə bir şeylər ki, uşağın deyirdi, məsəl üçün, hərbiyə marağı olsun. Öz istəyirdi, məsəl üçün, belə bir şeylər. İlk mən o sinifə girəndə demək olar ki, mən özüm gənc, onlar isə böyük uşaqlar. Sevdim onların hamısını. Dərs dediyim şagirdlərin hamısı mənim öz balalarımdır. Amma seçilənlər var.
Anar öz vətənpərvərliyi ilə hər zaman seçildi. Məktəbimizdə keçirilən idman yarışlarında hər zaman irəli gedirdi. Hərbi verilişlər təşkil edirdilər, görürdün, hər bir zaman Anar özünün tərbiyəsi ilə seçildi. Həyatda gözüm açılandan, yəni özümü dərk edəndən evin balaca uşağı olmuşam da. Yəni uşaqlığım mənim Anarın yanında keçib. Ən çox təmasda olduğum Anar olub. Anar mənim elib ki, həyatda idealım olub. Hər şeyi mənə o öyrədib. Anar mənə həmişə həyatda qorumağa çalışırdı. Yəni hər bir şeydə mənə ağıl verirdi. Bunu etmək olar, bunu olmaz. Bu insan çox dözümlü, güclü, idarə etmək bacarığı vardı. Anarın yaşadığı ünvan onun üçün sadəcə ev deyil, ruhunun dayağı idi. Ziyalı ailəsində böyüyən Anar ilk olaraq ata-anasından zəhmətkeşliyi, halallığı və insanlara hörməti öyrəndi. Evin böyüklərinə ehtiram, kiçiklərinə qayğı onun həyat prinsiplərindən. İlk başda fikirləşdik ki, Anar həm yaxşı sürücü vəsiqəsi vardı, 10 yaşda sürücü idi. Düşündük yaşına görə sürücü olsun, amma mənim yadımda qalan ən gözəl xatirələrdən biri də odur ki, imtahan komissiyasının üzvlərindən də xahiş eləmişdim ki, o yaşlıdır, ailəlidir, mümkünsə elə sırf sürücü kimi də qatılsın. Dedi, qardaşım dedi, idmanda, fiziki idmanda hamıdan qabaqdadır. Həm crossda, həm turniklərdə, həm güc fənlərində dedi, başqa şeydir və dedi, adını da yazdırdı. O dövrdə yeni qurulan xüsusi təyinatlı hərbi hissələr vardı, onlardan birinə yazıldı. Anardan çətindir mənim üçün Anarla danışmaq. Niyə çətindir? Mən 90-cı ildə bu məktəbdə müəllim kimi fəaliyyətə başlamışam. 90-cı ildə Anarla tanış olanda, o siniflə tanış olanda, onlar artıq böyük uşaqlar idilər. Onun sevgi hekayəsi də özü kimi sakit və səsküysüz başlanmışdı. Uzaq şəhərlərdə deyil, elə doğulub boya başa çatdığı məhəllədə, qonşu qızım, uşaqlıqdan bir-birlərini tanımızdılar. Eyni küçədən keçən yollar, sonralar qonşu qızı Samiri ilə ailə qurdu. Bu evlilikdə yalnız iki gəncin birləşməsi deyil, iki ailənin mehribanlığı, iki ailənin xatirəsi cəmləşdi. Biz Anarla tanışlığımız belə olub ki, biz Anardan qonşu olmuşuq. Anarın bacıları olmuyor, 5 qardaş olublar. Biz Anardan elə bir-birimizdən xoşumuz gəlirdi. Belə bir Moskvada da mənim qardaşıma mən haqqında üzrsən elçi gedibdi. Anar birbaşa gedib qardaşımın yanına ki, olmaz, niyə ona verirsiniz ki? Açıq deyə bilməyib ki, qardaşıma mən həqiqətən Samiri'dən xoşum gəlir. Sonra da ailələrin razılığı oldu, bizim də razılığımız oldu. Biz qərara gəldik, ailə quraq. 8 dekabr 2008-ci ildə ailə həyatı qurduq. Sakit, balaca bir dünyamız var idi. Onların həyatı da Samira ilə o qədər asan başlamayıb. Onlar çətinliklərin içindən keçiblər. Həm maddi, həm mənəvi, həm sosial. İstər-istəməz bu çətinliklərə dönüb geriyə baxanda bugün günümüzə şükür edirik. Amma onlar çox sadə, təvazökar. Çox insanın bugün həyatda nail ola bilmədikləri bir ailə təminatlarından əl-ələ, çiyin-çiyinin qol-qola Təbii buradakı rolda da Samira da yəqin ki, bunu etiraf edəcək. Bizim böyük qardaşımız Bəxtiyar, təbii ki, ağsaqqallardan sonra, ailə böyüklərimizdən sonra həm fikir olub, həm dostu olub. Yəni bir yerdə belə deyək də, Samirənin əslində böyük qaynı Bəxtiyar, onlarla yaxın dost idilər. Yəni, onun daha çox xatirəsi ola bilər. O kövrə kişi də ağsaqqal da olsa, toparlaya bilməz bəlkə də hardasa bu fikirləri, amma onların da məsələn oturub danışanda baxırdım məsələ, mənə demədiyini rahatlıqla Bəxtiyara deyə bilir. Bəlkə də məndən çəkinirdi və yaxud da ürək eləmirdi, toxunar deyə.
Amma ona rahatlıqla deyə bilirdi. Sonra gözəl dünyamızda sevinç qatıldı. Rəhman dünyaya gəldi. Ondan sonra bu gördüyünüz evə 2 otağa yığışdıq biz. Çətinlik günlərimiz də olub, yaxşı günlərimiz də olub. Sadəcə anada bir xüsusiyyət var idi ki, ana qohumcanlı idi. O evə daxil olanda atın səsi ilə birlikdə evə istilik də gəldi. O övladlarını yalnız ata deyildi, dost, qardaş, həm də dayan. Həmişə gələndə axşam qapın döyüşündən bilirdik ki, odur. 3 dəfə vururdu, deyirdi, açıqlanardı. Pozisyondan gələndə həmişə gəlirdi, bizdən gəlirdi, sonra evinə gəlirdi bura. Ən çox sevdiyim qardaşım o idi. Hərbi xidmətdə bir yerdə olmuşuq döyüş zamanı. Elə qismət oldu ki, eyni bölükdə olduq. Mən bunu komandiri vəzifəsinə gəldim, təsadüfən. Bir bölükdə xidmət elədik. Olduğumuz bölükdə, yəni həqiqətən də onlar ağsaqqal idi. Hamı onu dayı deyirdi. Başların arasına gələndə ona dayı deyirdilər yaş etibarıyla. Nədən? Çünki yaş olaraq öz ətrafında müddətdə hərbi qulluqçular olurdular. 17-18 yaşında xidmətə gələnlər olur. Haradan baxsaq, bunlar körpə olurdu onun yanında. Amma onlar heç vaxt onların arasında yaş egosu göstərməyib onlara. Son görüşün başqa bir sükutu olur. Sözlər azalır, baxışlar dərinləşir. Anarla Samirənin görüşü də belə oldu. O gün adi gün kimi başlanmışdı. 26 günü anar gedəndə darvazadan yenə də bunu yola salanda dedim gələcəksən. Dedi bilmirəm. Durdum darvazanın getdi, amma oradan mənə çönüb baxmadı. Biz anardan ayrılığımız son o gün oldu. Axırıncı səfər 30 sentyabrın 30-u. Öpüşdük, görüşdük. İnanırsan, gedəndə inanırsınız ki, arxaya baxdı, getdi. Elə bil ki, hiss elədim ki, son dəfə baxdı. Ən axırıncı dəfə biz kəşfiyyat fəaliyyəti ilə bağlı biz orada görüş keçirdik həmin o post qarşısında. Burada görüşdüm mən bundan. Söhbət elədik. Mən bunu dedim, vəziyyət nə yerdədir? Dedim, yəni şükür Allaha yaxşıdır. Yəni bizim cəbhədə irəliləyişimizi dedim, ikinci şeydən, su qovşanından alınması çox adam bilmirdi. Amma regionda bizim kəşfiyyat qruplarımız su qovşanında fəaliyyət göstərirdik. Dedim, su qovşan bizləri, su qovşanı götürmüşük. Belə çox sevindim. Nəsə görüşdük, elədik. Buna dedim ki, yəni səbirli ol da, möhkəm ol. Qələbə bizimdir. 2 oktyabr saat 11-də axırıncı danışığımız oldu. Dedi ki, sənə Allaha, uşaqlarımı sənə tapşırıram. Həyatda da nəsə ola bilər. Dedim, yox, sən güclüsən. Həqiqətən mən anardan pəhləvan idi. Ömür boyu heç vaxt olmazdım ki, anar belə ola, anar şəhid ola. Heç xəyalımdan da keçməzdi. 27-si gəlmişdi evə. Dedi, bazı qardaşın yanında həmişədir. Evin böyük kişisən sən. Deyirdi, yaxşı ol yəni, inşallah hər şey. Azərbaycan ordusunun əsgəri olan Anar Eyvazoğlu Cəfərov 2020-ci il sentyabr 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində vuruşur. 3 oktyabr 2020-ci ildə Tərtər rayonunun Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirməsi zamanı qəhrəmancasına şəhid olur. Anar Eyvazoğlu Cəfərov Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunur. Ölüm xəbəri deyiləndə inanmadıq. Onlar həm boylu buxunlu oğlan idi, seçilirdi. Böyle durdu müəllimlərin hamısı buradan yığıldıq. Biz getdik Anarın evinə. Öz xatirəmdə barışmadığım bir şey var ki, yəni şəhid olmaq xəbəri ilk ailədən mənə deyilib. Oktyabr ayının
ikisində biz buradaydıq, bu evdəydik. Hardasa oktyabr ayının 3-ünün saat günortadan sonraki 4 və ya 5 arasında mənə bir telefon zəngi gəldi. Dedi ki, bəs İftixar dedi, Anar dedi, yaralanıb. O əsnada belə bir zəngidə hazır idim. İstər Cavanşirdən, istər Anardan, istər özümdən. Fərq yoxdur. Vətən sağ olsun. Deyəndə ki, Anar yanıb, dedim, necə var, onu denir. Yəni, bunu necə var, onu dedi, başın sağ olsun, dedim, dostlar sağ olsun, vətən sağ olsun. 3 oktyabr saat 11-də göydən beri tiskin yağdı. Çöktüm, dedim, ilahi, görən bu yağış kim, hansı ananın göz yaşlarıdır, amma bilmədim ki, özümçüymüş. Demək, Anar o vaxtlar ağır, yaralı, o vaxtlar şəhid olan zamanı idi. Mən yuxuda gördüm ki, bir əskərə bir dənə erkək quzu bağışlayıram. Həmin ərəfədə 2 qardaşım müharibədə idi, hal-hazır ki, həmin vəziyyətdə. Oktyabrın 2-si xəbərini aldıq. Evimizin küçənin irəlisində orada əmioğlunun dükanı var. Orada gördüm məndən balaca qardaşım İftixarı gördüm. Əmim uşaqlarını gördüm, topalaşırlar, nəsə pıçıldı ilə danışırlar. Mən gəldim, səs kəsdilər. Dedim, nə olub, dinmədilər. İftixarın üzünə baxanda İftixar gördüm, doldu. Elə bir ürəyimə dammışdı, dedim, hansıdır? Dedi, Anar. Şəhidlik xəbərin yoldaşım zəng elə dedi. Onda mən su qovşamdaydım. Tunaşın kəndi var, o istiqamətdə. Oradan düzü düşüb gəlmək bir gün vaxt aldı. Gəldim, rəhmətin yasına gəldim, çatdım. Qanim zəng elədi ki, gələm sizə. İnanın ki, diz çöktüm yerə. Dedim ki, mən bunu yola salmışam. Bu niyə yaxşı bizə bir də tezdən qayıdıb gəlir? Gələndə aynen qayıtdı ki, sən güclüsən. Amma güclü deyildim. Mən zəif bir qadın idim. Dizlərim çöktü, beynimdən bilmədim necə olum, nətər özümü rəftar edeyim bilmədim. Bircə kəlmə orası yadımdadır ki, dedim ki, uşaqlarımızı aparın. Şəhid ailələrinə verilən statuslar, müavinətlər və sosial layihələr yalnız maddi yardım deyil, mənəvi borcun etirafıdır. Onların evladlarının təhsil alması, ailələrinin sosial təminatı, şəhid adlarının əvədiləşdirilməsi, bütün bunlar dövlət tərəfindən həyata keçirilir. Tez-tez rayon rəhbərliyi və ictimaiyyəti şəhidin ailəsinə baş çəkir, onların qayğıları ilə maraqlanır, maddi və sosial problemlərini elə yerindəcə həll edirlər. Sağ olsun xalqımız, sağ olsun ictimaiyyətimiz, sağ olsun ölkə rəhbərliyinin diqqəti var olsun və rayon ictimaiyyətində rəhbər vəzifəsi olan şəxslərin hər birindən də dərin təşəkkürümü bildirirəm ki, o çətin dövrlərdə ailənin yanından əksik olmadılar. İstər maddi, istər mənəvi dəstəklərini göstərdilər. Güclü olmalarına, ayaqda durmalarına kömək elədilər. Evladların yanında bugün də varlıqlarını görür onların ki, sağ olsunlar bunu edirlər. İgid kimi də köçdü bu dünyadan. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən fəxr edirəm ki, mənim Anar kimi qardaşım var. Azərbaycanlı Anar kimi oğlu var. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin. Tabii ki, digər insanlar necə deyim, məsələn, digər insanlar məsələn sağlamlaşdırıram, o mənə tanımır, amma onun mənə elədiyi rəftar, mənim şəhid olduğum eşidən rəftardan çox fərqli məqamlar var.
Yəni çox fərqlənir. Çünki bir nəfər mən bilirəm, mən şəhid ailəsiyəm, mən şəhid oğluyam, balaca oğlu. O zaman onlar istərsəmiz belə qayğı göstərir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Anar Eyvazoğlu Cəfərov ölümündən sonra vətən uğrunda cəsur döyüşçü Suqovuşanın azad olunmasına görə və vətənə xidmətə görə medalları ilə təltif olundu. Biz bu günlərim Anar Cəfərovun anım mənasiminə gəlmişik. Eyni istiqamətdə döyüşmüşük. Anar Cəfərov çox vətənsevər, vətənpərvər oğlan idi. Allah ona və bütün şəhidlərimizə Allah rəhmət eləsin. Al ya da candan keç, iki yoldan birini seç. Azadlığın şərbətini iç, igid əsgər möhkəm dayan. Salam vətən, salam ana, çətin gündə bizi sına. Qanla cavab verən qana, igid əsgər möhkəm dayan. Bu gün vətən işıqdır, şəhidlər sayəsində. Rəbbim ondan danışır, Quranın çox ayəsində. Birini mən misal çəkeyim. Əli İmran surəsində Rəbb yolunda ölənləri Rəbbim tutar nəfəsində. Biz o şəhidlərin qarşısında baş əyirik. Onun evladlarının qarşısında baş əyirik. Bugünkü günü onun 2 evladı bizim məktəbimizdə təhsil alır. Və baxıram ki, onlar özləri atalarının yolunu davam elətdirməkdə o qədər qürurla, o qədər fəxrlə davam etdirmək istəyirlər ki, başlarını dik tuturlar. Sağ ol, Anar. Çox sağ ol ki, çətin olsa da bugün sənin haqqında mən belə bir müsahibə verirəm. Mən şəhid valideynlərinə, şəhid bacılarına, qardaşlarına bir dənə onu demək istəyirəm ki, yəni onlar nə qardaş itirməyiblər. Bütün Azərbaycanın o yaxşı oğlanları, özünü tanıyan, mərfətli, qanacaqlı, eli üçün, obası üçün yanan oğlanlar hamısı onların oğlanlarıdır. Hamısı onların qardaşlarıdır. Onlar bacıları, onların hamısı bacılarıdır. Yəni Azərbaycan böyük ölkədir, böyük diyardır. Bizim tariximiz uludur. Biz ulu bir millətik. Bir şey olmasınlar. Analar da doğulacaq. O hikmətlər də doğulacaq. Necə ki Babəklər, necə ki Mehdilər, necə ki Gəraylar hamısı doğuldu. Bu da həyatın bir prosesidir. Bu da gəlib alacaq. Nəvəmizə qoyacaq qadın, oğlumuza qoyacaq qadın. Yəni gəlib dolacaq. Amma onun itkisi heç vaxt yerini doldurmayacaq. Biz onun yoxluğunu həmişə hiss edəcəyik. Yox deyəndə o həmişə bizləndir. Şəhidlər ölmürlər, şəhidlər bizim aramızda yaşayırlar və ömür boyu yaşayacaq bizim qəlbimizə əbəd olaraq. 8 yaşımı itirmişəm. Həyatı tam dərk eləməyən vaxtları da tam itirmişəm. Dönə-dönə də deyərəm, mənim atam olmaya bilər, amma təbii ki, anam çox sağ olsun. Mənə həm analıq edib, həm atalıq edib, həm dostluq edib, həm qardaşlıq edib. Arzularımız var idi, evlatlarımızı böyütmək, yarımçıqlarımızı başa vurmaq, evlatlarımızın gələcəyi üçün bir yerdə dayaq duracaqdıq bir-birimizə. Sizə vətənə doğru yol gedən bir yolçunun qəhrəmanlıq hekayəsindən danışdım. Bəlkə də bu bir alın yazısıdır. Bəlkə də Yaradanın lütfüdür. Bilmirəm. Bircə onu bilirəm ki, bu bir ömür payıdır. O ömür payı ki, o hamıya verilir. Lakin onu necə yaşamaq hər kəsin öz seçiminə bağlıdır.
Anar seçimini etdi. Bu film bitir. Amma Anarın həyat yolu bitmir. O yol gələcək nəsillərin şuurunda, əziz bildiyi bayrağın kölgəsində, canından artıq sevdiyi vətənin yaddaşında yaşayacaq. Çünki qəhrəmanlar ölmür. Onlar vətənə gedən doğru yolun yoldaşına çevrilir.